Sonra keçək 19 nömrəli sualımıza. 19 nömrəli sual belə deyim də OTK 4-cü blok sınaqda istifadə edilmiş sual tipi. Bu sualımız deməli 19 nömrəli necədir? Deyir, məhlulun kütləsi ümumi 1,5 n-dir. Maddənin suyun nisbətinə olan 2 bölünsün 3 vəziyyətindədir. Bu zaman biz nə edirik? Bilməliyəm ki, 1,5 m qədər məhlulda 2-nin 3 nisbətində birləşsə, 5K-nı 1,5-ə bərabər eləsəm, mən burada 0,3 hissə almış olaram. 0,3-ü 2-yə vuranda 0,6 qədər m qədər duz var. Deməli, 3-ə vuranda isə 0,9 m qədər su var deməkdir. Eynini m üçün hesablayıram. Bu səfər də 3 hissə deməli düşübdür maddənin tərkibinə, 2 hissə düşüb suyun tərkibinə. Burada 1-i 5-ə böləndə 0,2 eləyir. 3-ə vuranda 0,6 m qədər duzun payıdır. 0,4 m qədər isə suyun payıdır. Ümumi məhlulları qarışdırdıqda o zaman deyirik ki, omega bərabərdir. Kütlələri toplayıram. 0,6 ilə 0,6'yı toplayanda mən alacağım 1,2 m. Ümumi bölməliyəm məhlulun kütləsi 1,5 bu, m bu. Toplayanda 2,5 m vurulsun 100 və buradan da alıram. Və buradan da alırıq 48%li məhlul. Cavabımız 19 nömrəli sualda 48-dir. 20-ci sualda isə həll belədir ki, izahımız həll